İsmail'i arvadı eve bırakmır. Niye? Ona göre ki Hı. arvad gece haber tuttu ki kişinin əynində arvad tumanı var. Ne var? Arvad tumanı. Maraqlıdır. Öz tumanı hanı itirik. İsmail gece Lubovniçasının yanında olur. Kapı döyülür, tələsi səhv giyib də. Neynəsin? Yazıq. Vay 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 Səhv vay. giyib, hə? Buna tart. Neyi? Ne diyeyim kulaklar bir. Hə, doğru ama. Cirak olsun. Allah göstərməsin. Sonra. Sonra. Şəhərdə reketlər peyda olub. Bir kişini oğurlayıblar. Ha. Güllü miqdarda pul istəyirlər. Pulun dərdindən arvad özünü vurub dəlliyə. Sırrafı sana. Yine bir ayağını dede başlamak lazım. Kes otur. Səhərdən başlamışam. Kim kimin başını oğladı, kim kimin tumanını değiştirdi. Ama bundan başlamak lazım idi. Reşitlerin izine düşmek lazımdı. Bildin? Sen cemaatin arasında olursan. Bəli, Öğren gör. Kimle danışır. bəli. O özünü dəlliyə vuran o pullu arvadın axı necə oldu? Biliyor? Bizi. Gəldi. Çox sağ ol. İrəli. Şəhərimizin gözəli. Yaxşı, mən getdim. Nuş. Kim bu güzel, kim bu güzel, söyleyin kim